Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə bunkerlər mövzusunun izahına baxacağıq. Ümumiyyətlə bunkerlər nədir və necə həll olunur? Dövlət İmtahan Mərkəzinin test toplusunda qeyd olunan kitabdan sizə bugün izah eləyəcəm və imtahanlarda rast gəlinən mövzulardan biridir. Ümumiyyətlə burada belə bilin ki, bu bir qabdır. Bu qabın içərisində şariklər olur. Bu şarikin sayını sizə verə də bilər, verməyə də bilər. Ona görə bunu saymışam. Burada 32 şarik var. Özünüz də saya bilərsiniz. 32 şarik buradan gəldikcə 2 hissəyə bölünəcək. 16-sı bura töküləcək, 16-sı bura. Bu 16 şarik buradan gəldikcə maneəyə rast gəlir. 8-i bura tökülür, 8-i bura. Bu 16 şarik bura gələndə 8-i bura tökülür, 8-i bura. Ümumilikdə olacaq 8, 8, 8, 8, C variantı. Sonra baxırıq 27-ci test tapşırığının izahına. Yenə eyni qaydada burada 32 şarik var. 32 şarik buradan töküləndə 16-sı bura tökülür, 16-sı bura. Bu 16 şarik buradan gələndə 8-i bura tökülür, 8-i bura. Bu 16 şarik gələndə 8-i bura tökülür, 8-i bura. Bu 8 şarik gələndə 4-ü bura tökülür, 4-ü bura. 8 ilə 8 birləşir. 16, 8-i bura tökülür, 8-i bura. Bu 8 şarik gələndə 4-ü bura tökülür, 4-ü bura. Və bir şey qeyd edeyim ki, əgər burada 32 şariklə başlamısınızsa, hər mərtəbədə 32 şarik olacaq. Özünüzdən rəqəm əlavə edib, yaxud da rəqəm ixtisar apara bilmərsiniz. 4 şarik bura töküləndə ikisi bura tökülür, ikisi bura. 4 ilə 8 birləşir 12, 6-sı bura tökülür, 6-sı bura. 8 ilə 4 birləşir 12, 6-sı bura tökülür, 6-sı bura. 4 şarik bura töküləndə ikisi bura tökülür, ikisi bura. 2 şarik bura töküləndə heç bir maneə, deşik, heç bir şey yoxdur. 2 şarikin ikisi də burada olacaq. 2 ilə 6 birləşdi 8, düşəndə maneəyə rast gəlir. 4-ü bura tökülür, 4-ü bura. 6 ilə 6 birləşir 12, düşəndə maneəyə rast gəlir. 6-sı bura tökülür, 6-sı bura. 6 ilə 2 birləşir 8, düşəndə maneəyə rast gəlir. 4-ü bura tökülür, 4-ü bura. 2 şarik bura düşəndə maneəyə rast gəlir. Biri bura tökülür, biri də bura. Vəssalam, bunkerdəki olan rəqəmləri tapırsan. 2, 4, 10, 10, 5 və 1. Cavab olacaq A variantı. Baxırıq 28-ci test tapşırığının izahına. Burada yenə eyni qaydada 32 dənə şarik var burada. Töküləndə 16-sı bura tökülür, 16-sı bura. Bu 16 şarik buradan gəldikcə maneəyə rast gəlir. 8-i bura tökülür, 8-i bura. Bu 16 şarik gələndə 8-i bura tökülür, 8-i bura. Bu 8 şarik bura töküləndə 4-ü bura tökülür, 4-ü bura. 8 ilə 8 şarik birləşəndə heç bir maneəsi yoxdur. 16-nın 16-sı da bura töküləcək. 8 bura gələndə 4-ü bura tökülür, 4-ü bura. 4 şarik buradan gəldi və maneəyə rast gəldi. İkisi bura töküləcək, ikisi bura. 4 ilə 16, burada o bir şey 20 şarik var. Bölünəndə 10 bura düşəcək, 10 bura. 4 şarik bura gələndə ikisi bura töküləcək, ikisi bura. 4 şarik bura gələndə ikisi bura töküləcək, ikisi bura. Olacaq 2, 12, 12, 4 və 2. Düzgün cavab olacaq 2, 12, 12, 4, 2. D variantı. Daha sonra baxırıq Vüqar Süleymanlının test toplusunda olan testlərin izahına. Bir şey qeyd edeyim ki, həmişə tələbələr bunu problem edirlər. Burada texniki səhv olub. Burada bir şarikin keçə biləcəyi qədər məsafə olacaq. İmtahanda da belə düşəcək. Bəzən tələbələr onu problem edir ki, bəs burada neçə dənə şarik düşə bilər falan filan. Yəni onu qabaqcadan deyim ki, sizə qaranlıq qalmasın. Burada ümumilikdə 32 şarik var. İstəsəz özünüz də saya bilərsiniz. Töküləndə 16-sı bura tökülür, 16-sı bura. Bu 16 şarik gələndə 8-i bura tökülür, 8-i bura. Bu 16 şarik gələndə 8-i bura tökülür, 8-i bura. Bu 8 şarik töküləndə 4-ü bura tökülür, 4-ü bura. 8 ilə 8 birləşir. Burada heç bir maneə yoxdur. 16-nın 16-sı da bura töküləcək. 8 bura töküləndə 4 bura tökülür, 4 bura. 4 şarik bura gələndə 2 şarik bura, 2 şarik bura tökülür. 4 ilə 16 burada o bir şey 20 şarik var. Onu bura tökülür, onu bura. 4 şarik bura gələndə ikisi bura tökülür, ikisi bura. 4 şarik bura gələndə ikisi bura tökülür, ikisi bura. Ümumilikdə olacaq 2, 12, 12, 4, 2. Düzgün cavab olacaq sizdə B variantı. Daha sonra baxırıq 903-cü test tapşırığının izahına. Yenə eyni qaydada burada 32 dənə şarik var. 16-sı bura tökülür, 16-sı bura. 16 şarik bura gələndə 8-i bura tökülür, 8-i bura. 8-i bura tökülür, 8-i bura. Bu 8 şarik gələndə 4-ü bura tökülür, 4-ü bura. 8 ilə 8 burada obşi 16 şarik var. 8-i bura töküləcək, 8-i bura. Bu 8 şarik töküləndə 4-ü bura tökülür, 4-ü bura.
4 şarik gələndə 2 şarik bura tökülür, 2 şarik bura. 4 ilə 8, 12 şarik var. 12 şarikin hamısı bura tökülür. Çünki burada heç bir maneə, bir şarikin düşə biləcəyi yer yoxdur. 8 ilə 4 birləşir. 12, 6 bura, 6 bura. 4 şarik bura tökülür. 2 bura, 2 də bura. Bu 2 şarikin hamısı bura töküləcək. Olacaq burada 2 şarik. 2 ilə 12 birləşir. 14, 7 bura, 7 bura. 6 şarik bura tökülür. 3 bura, 3 bura. 6 ilə 2 birləşir. 8, 4 bura, 4 də bura. 2 şarik bura tökülür. 1 şarik bura, 1 şarik də bura. Vəssalam. Birinci bunker 2, ikinci bunker 7, üçüncü bunker 10, dördüncü bunker 7, beşinci bunker 5, altıncı bunker 1. 2, 7, 10, 7, 5, 1 olacaq C variantı. Keçirik növbəti sualın izahına. Baxırsınız 904-cü sualdır. Artıq burada şərtdə özü verib 64 kürə. Yəni bir şey qeyd edin ki, verə də bilər, verməyə də bilər. Verməsə siz artıq orada demirsiniz ki, niyə verməmsən? Sadəcə götürüb burada bunun içindəki şarikləri sayırsınız. Bu qədər sadə. 64 2 yerə bölünür, 32, 32, 32 2 yerə bölünür, 16, 16, 32 2 yerə bölünür, 16, 16, 16 şarikin hamısı bura tökülür. Çünki heç bir maneəsi yoxdur. 16 ilə 16 birləşir. 32, 16 bura tökülür, 16 bura. 16 şarikin hamısı bura töküləcək. 16 gəlir bura. 8, 8. 16 şarikin hamısı bura tökülür. 16 töküləndə bura. 8, 8. 16 bura tökülür. 8 və 8. Hesablayırsan 8, birinci bunkerdə 8, ikinci bunkerdə 24, ona görə A ilə B çıxır. Üçüncü bunker 8, ona görə D-də çıxır. Dördüncü bunker 16, Y-də çıxır. Qalır düzgün cavab D variantı. Baxırıq 905-ci test tapşırığın izahına. Yenə eyni qaydada 64 dənə kürə var burada. 32'si bura düşür, 32'si bura. 32 şarik 2 yerə bölünür. 16 bura, 16 bura. 32 şarik tökülür. 16 bura, 16 bura. 16 şarikin hamısı bura töküləcək. 16 ilə 16, 32 hamısı bura töküldü. 16 bölünür 2 yerə. 8, 8. Daha sonra bu 16 bölünür 2 yerə. 8, 8. 32 şarikin hamısı bura tökülür. 8 şarikin hamısı bura tökülür. Çünki burada heç bir maneə yoxdur. 8 şarik tökülür. 4, 4. 8 şarikin 8 şarikin hamısı bura töküləcək. 8 ilə 32 olacaq 40 şarik. 8 tökülür bura 4, 4. 4 şarik bura tökülür 2, 2. 4 şarik tökülür 2, 2. Düzgün cavab olacaq 8, 40. Ona görə A çıxır, B çıxır, C çıxır. 8, 40, 4, 6, 4, 2 olacaq D variantı. Bugünlük bu qədər. Ümidvaram ki, bu mövzunu yaxşı mənimsəmiş oldunuz. Bu mövzunu mən sizə izah elədikcə yaxşı olar ki, tutaq ki, videoda siz həmin o təmiz şəkildə olan versiyanı skrin edəsiniz, onun üstündə özünüz işləyəsiniz. Uğurlar hər birinizə, sağ olun.